Bəli. Namaza başlamaq istəyən var, amma deyir ki, elə bir nəsə çatmır başlamağım üçün. Qeyd edir ki, həm içkidən, siqaretdən, belə şeylərdən də uzağam. Yəni bu şeylərdən uzaq olmağı onu günahsız göstərir özünə. Ya o vəsvəsədir. Deyir ki, ən böyük günah odur ki, namaz qılmayasan. Namaz qılmamağın günahı adam öldürməkdən daha böyükdür. İnsanlar sadəcə bu başa düşmür. Namaz qılmamağın günahı zina eləyənin günahından daha böyükdür. Oğrunun günahından daha böyükdür. Bəziləri başa düşür ki, mən təmizəm, mənim qəlbim kimi dünyada qəlbi yoxdur, təmizdir. Mənim kimi müsəlman yoxdur dünyada, heci yoxdur. Var belələr, fikirləşənlər. Avam təbəqədir. Onlar elə bilirlər ki, mən nəsə eləmirəm, pislik eləmirəm, zülm eləmirəm. Mənim namaz belə mühüm deyil mənim üçün. Başa düşmür ki, ən böyük elə günah namaz qılmamaqdır da, şirkdən sonra demək olar, onların içində. Ona görə insanlar biraz düzgün başa düşmürlər, düzgün tuta bilməyiblər məsələni. Namaz qılmamaq böyük günahdır. Sən lap heç kəsə zülm eləmə, qılmırsansa böyük günah sahibisən. Aydındır? Aynen. Bu qədər.